Salam. Heç fikirləşmisiniz ki, insan niyə rahat evini qoyub, dünyanın ən çətin yerlərinə, qızmar səhralara, uca dağlara ya da buzlu şaxtalı torpaqlara üst tutur? Bugün gəlin, bəşəriyyətin bu inanılmaz macərasının arxasındakı səbəblərə birlikdə baxaq. Başlayaq. Bəli, əsas sualımız budur. İnsanları komfort zonasından çıxıb təbiətin ən sərt üzü ilə qarşılaşmağa nə vadar edir? Bu sadəcə bir zərurətdir, yoxsa insanın daxilindəki o kəşfiyyatçı ruhudur? Gəlin bu məsələnin dərinliyinə enək. Yaxşı, bugünkü söhbətimizin planı belədir. Əvvəlcə, ümumiyyətlə niyə yeni torpaqlara köçdüyümüzə baxacağıq. Sonra dağların həm zənginliyi, həm də çətinliklərindən danışacağıq. Oradan səhralara keçəcəyik, görək orada sudan necə həyat yaranır. Keçilməz təbiətlə mübarizəyə, okean dərinliklərindəki xəzinələrə də toxunacağıq. Və sonda bütün bunları necə bacardığımızı, yəni texnologiyanın rolunu müzakirə edəcəyik. Gəlin elə birincidən başlayaq. Niyə biz yeni torpaqlara köçürük? Bizi evimizdən tərpədib yeni üfüqlərə aparan nədir? Əslində, cavab çox da mürəkkəb deyil. Hər şey bir tarazlığın pozulması ilə başlayır. Deməli, məsələ belədir. Baxın, iki əsas qüvvə işləyir. Birincisi, bizi olduğumuz yerdən itələyən səbəblər var. Yəni, sıx məskunlaşdığımız yerlərdə resurslar tükənir, torpaqlar əvvəlki məhsulunu vermir. Bu, bizi getməyə məcbur edir. Amma eyni zamanda yeni yerlərin də bir cazibəsi var. O yerlər bizə yeni sərvətlər, yeni imkanlar vəd edir. Amma bir əmma var. Bu yeni torpaqları mənimsəmək, bilirsiniz, heç də asan deyil. Çox böyük pul, yəni investisiya və ən əsası yeni elmi-texnoloji nailiyyətlər tələb olunur. Yaxşı, indi gəlin ilk ekstremal mühitə, yəni əzəmətli dağlara nəzər salaq. Dağlar, bilirsiniz, həm çox cəzbedicidir, həm də çox təhlükəli. Bir tərəfdə böyük sərvətlər var, o biri tərəfdə isə böyük çətinliklər. Düşünün, Ant dağları, Qafqaz, Alplər, buralar təkcə gözəl mənzərə deyil, həm də əsl xəzinədir. Yerin təkində zəngin minerallar var, müalicəvi sular, böyük meşələr, turizm üçün inanılmaz imkanlar. İnsanları da dağlara çəkən elə budur. Amma təbii ki, bu sərvətləri əldə etmək elə də asan deyil. Bunun bir bədəli var. Baxın, bu rəqəmə fikir verin. 12-15 dərəcə. İlk baxışdan elə də böyük bir maillik kimi görünməyə bilər, elə deyilmi? Amma qatarlar üçün bu, faktiki olaraq keçilməz bir səddir. Bu meyillilikdən daha dik yerdə qatar təhlükəsiz hərəkət edə bilməz. İndi təsəvvür edin, dağlardan çıxarılan o tonlarla mineralı sərvəti necə daşımaq olar? Nəqliyyat məsələsi əsas problemə çevrilir. Yaxşı, bəs əkinçilik? O dik yamaclarda bir şey əkmək olarmı? Əlbəttə, insan ağlı buna da bir çarə tapıb. Terraslaşdırma. Bu, sadəcə yamacı qazmaq deyil, əsl mühəndislik işidir. Fikir verin, yamaclar pilləkən kimi kəsilir, əkin üçün balaca düzlüklər yaradılır. Bu həm də torpağı bərkidir, suyun axıb getməsinin qarşısını alır. Nəticədə nə olur? Əvvəllər heç nə bitməyən bir yamac bərəkətli bir tarlaya çevrilir. Bax, bu, insanın təbiətlə əməkdaşlığının ən gözəl örnəklərindən biridir. Dağların sərinliyindən sonra gəlin tam əks qütbə, yəni qızmar səhralara keçək. Səhra deyəndə ağlımıza həyatın olmadığı bir yer gəlir. Amma əgər oradakı ən böyük problemi, yəni su qıtlığını həll edə bilsək, səhralar əslində böyük imkanlar yarada bilər. Səhradakı bu ziddiyyəti ən yaxşı pambıq nümunəsində görmək olar. Baxın, temperatur pambıq üçün idealdır, plus 25, plus 30 dərəcə. Amma suya olan tələbata fikir verin, hər hektara 6000-8000 kub metr. Bu nə qədər sudur, təsəvvür edirsiniz? Bu təxminən 3 dənə olimpik hovuzu dolduracaq qədər sudur. Bəs səhrada o qədər su hardan olsun? Bax, əsas məsələ budur. Cavab təbii ki, yenə texnologiyadadır. Elə bu ifadə də hər şeyi deyir. Xüsusi qurğuların köməyi ilə yaradılan süni oazislər yaşayış üçün əlverişli ərazilərə çevrilmişdir. Yəni biz texnologiya sayəsində suyu uzaq məsafələrdən gətirərək səhranın düz ortasında yaşıl, həyat dolu məkanlar yaradırıq. Bu, insanın təbiətin şərtlərini necə dəyişə bildiyinin fantastik bir göstəricisidir. İndi isə gəlin bir-birindən tamamilə fərqli, amma ikisi də eyni dərəcədə mürəkkəb olan iki mühitə baxaq. Bir tərəfdə daimi donuşluq, yəni buz bağlamış torpaqlar, o biri tərəfdə isə həddindən artıq rütubətli, bataqlıq ekvatorial meşələr. Baxın, bu cədvəl fərqi çox aydın göstərir. Ekvatorial meşələrdə problem suyun həddindən çox olması bataqlıqlardır. Daimi donuşluqda isə problem suyun donmuş olmasıdır və yayda əriyəndə yenə bataqlıq yaranmasıdır. Birində suyu qurutmaq lazımdır, o birində donmuş torpağın əriməsinə imkan verməmək. Amma hər ikisinin də dərinliklərində nə var? Mis, qızıl, almaz, neft, yəni böyük sərvətlər və bu sərvətlərə çatmaq üçün hər birinə özünə məxsus fərqli bir mühəndislik həlli lazımdır. Yaxşı, quruda demək olar ki, hər yeri mənimsədi.
İndi isə növbə bəşəriyyətin bəlkə də son böyük sərhəddinə, yəni dünya okeanının dərinliklərinə çatıb. Bəziləri deyir ki, gələcəyin sərvət axtarışı məhz dənizlərin dibində olacaq. Və bu heç də boş söz deyil. Okeanın dibi, xüsusilə sahilə yaxın dayazlıqlar sanki bir xəzinə sandığıdır. İndoneziya və Malayziya sahillərində qalay, Namibiya yaxınlığında almaz, Baltik dənizində məşhur kəhrəba, hətta Avstraliya sahillərində qızıq yataqları tapılıb. Yəni suyun altında mədənçilik etmək artıq fantastik filmlərdəki bir səhnə deyil, tamamilə real bir iqtisadi fəaliyyətdir. Və bütün bu danışdıqlarımızın ortaq bir nöqtəsi var. Bütün bu çətinliklərin öhdəsindən gəlməyimizi təmin edən o əsas qüvvə. Bu, təbii ki, texnologiyadır. Bizi dağların üstündən keçirən, səhraları cənnətə çevirən və okeanların dibinə endirən məhz elmin və mühəndisliyin gücüdür. Biraz əvvəl danışdığımız dağlardakı nəqliyyat problemini xatırlayırsınız? O 15 dərəcəlik mailliyi. Baxın, texnologiya bu problemi necə həll edir? İsveçrədəki Gotthard tuneli tam 57 kilometr uzunluğundadır. Bu dünyanın ən uzun tunelidir. Bu cür mühəndislik möcüzələri sayəsində dağlar artıq bir maneə deyil, sadəcə içindən keçdiyimiz bir coğrafi obyektdir. Yaxşı, bəs o daimi donuşluq zonaları. Orada necə ev tikmək olar? Orada da xüsusi bir texnologiya var. Əgər binanı birbaşa donmuş torpağın üstündə tiksəniz, binadan gələn istilik torpağı əridəcək və bütün bina çökəcək. Çarə nədir? Gördüyünüz kimi binaları dərinə bastırılmış xüsusi dirəklər üzərində ucaldırlar. Beləliklə, bina ilə donmuş torpaq arasında bir hava qatı qalır və istilik torpağa keçmir. Deməli, hər bir çətinliyin özünə məxsus bir mühəndislik cavabı var. Beləliklə, bütün bu müzakirə etdiklərimizi bir ad altında cəmləşdirsək, buna ekstremal məskunlaşma deyə bilərik. Bu sadəcə bir yerdən başqa yerə köçmək demək deyil. Bu, insanın elm və texnologiyadan istifadə edərək, təbiətin ən sərt şərtlərini belə öz xeyrinə dəyişməsi, yaşayış üçün yeni sahələr açması prosesidir. Və sonda, gəlin bir sual üzərində düşünək. Əgər biz bugün bütün bunları bacarırıqsa, görəsən gələcəkdə nələr olacaq? Texnologiya insan məskunlaşmasının sərhədlərini daha nə qədər genişlədə bilər? Bəlkə də bir gün Marsda şəhərlər salacağıq, ya da okeanların dibində yeni bir sivilizasiya quracağıq. Sizcə bu gələcək nə qədər uzaqdadır? Hələlik cavab yoxdur, amma insanın kəşfiyyat həvəsi heç vaxt bitməyəcək.